Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bugünkü videoda sosial yardım alan ailələrə, valideynlərə, əlillərə qulluq edən şəxslərə bir neçə şad xəbər çatdırmaq istəyirəm, vacib xəbər çatdırmaq istəyirəm. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin bu barədə xəbər olsun. Və keçək şad xəbər, hörmətli izləyicilər. Birinci şad xəbərin ondan başlayacaq, sosial yardımla bağlı başlayaq ki, sosial yardım alan ailədə əgər uşaqlar varsa, bir çox şəxslər bilir ki, 1 yaşına qədər əlavə 140 manat pul verir. Onu qeyd edin ki, şad xəbər ondan ibarətdir ki, əgər vaxtında xəbər tutmazsa, uşağın 4 yaşı tamam olmuşsa, gedib həmin pulu ala bilərsiniz, hörmətli izləyicilər. Digər şad xəbər çox uşaqlı ailənin əlaqəlidir. Yəni, çox uşaqlı ailəyə şad xəbər vermək istəyirəm. Əgər sizin də 5-dən yuxarı uşağınız varsa, 6-cı uşağın 1 yaşı tamam olubsa, siz də hər uşağa görə 140 manat ala bilərsiniz. Amma siz də vaxtında almazsınızsa, son 3 il ala bilərsiniz, hörmətli izləyicilər. İndi digər şad xəbər keçmək istəyən valideynlərlə bağlı. Amma əvvəlcədən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun bir daha. Mən hüquqşünas Zaur Seyidzadə, əyil arabasında olan bir şəxs kimi, eyni zamanda əyil təşkilatının rəhbəri kimi dünyanın 40 tanınmış əyilləri haqqında kitab hazırlamışam. Həmin kitabı 20 manata satıram. Bir ümid işığı qoy, hamı bilsin. Motivasiya kitabı. Dəstək olun. Mən sizə şad xəbərlər verirəm. Siz də mənə belə dəstək olun. Hörmətli izləyicilər, mən bilirəm ki, bu video ən azı 400 nəfər, 500 nəfər baxacaq. Ona görə heç olmasa bu videoda 400 abunə yığardır. Heç olmasa zəhmət olmasa. Mən özüm də dediyim kimi 50 olan şəxslər, 50 olan şəxslərlə bağlı şad xəbər olanda, olan ailə üzvlərlə bağlı şad xəbər olanda sevinirəm. O mənə də aiddir, mənim də ailə üzvlərim var. Ona görə. Keçək valideynlərlə bağlı şad xəbərə. Qeyd edin ki, qabaq yeni uşaq dünyaya gələndə yalnız atanın öz hesabına 14 gün məzuniyyət götürmək hüququ var idi. İndi artıq bu qanun dəyişib. Yəni ödənişsiz məzuniyyət götürə bilər. Özü də müxtəlif şərtlərlə istəyir. Həyat yoldaşın hamiləlik vaxtında götürə bilər. İstəyir hissə götürə bilər. Məsələn, bir həftə hamiləlik vaxtı, bir həftə uşaq dünyaya gələndən sonra götürə bilər. Bir qanun bu, yeni. Bu qanunla hörmətli izləyicilər, hamısı yanvar ayında qüvvəyə minəcək. Bu həftə proqramımız baxır, sanıb prezidentə göndərir, təsdiq edəndən sonra qüvvəyə minəcək. Bu da yanvar ayına gedib çəkəcək. Onu qeyd edin ki, Əmək Məcəlləsinin yeni maddə əlavə olunur. Ailə məsuliyyəti olan işçi. Belə bir maddə təxminən olacaq. O nə deməkdir? Əgər işçinin ailəsində uşağı varsa, əlilliyi olan şəxsi varsa, qulluq edir və yaxud yaşlı valideyni varsa qulluq edirsə, ona işdə əlavə güzəştlər verəcək. Hörmətli izləyicilər, o maddə də qəbul olunur, nəzərə alın. Mütləq qaydada. Yəni ki, orada müxtəlif güzəştlər var, tam əmək haqqını almaqla. Məsəl üçün, axşam işə cəlb oluna bilməz, işdən 1 saat tez gedə bilər, 1 saat gec gedə bilər və digər qanunlar var da, belə imtiyazlar var, hörmətli izləyicilər. O da yanvar ayına qüvvəyə minəcək. Nəzərə alın. Eyni zamanda əlavə onu bildin ki, əgər kimin evində az yaşlı uşaq varsa və yaxud əlilliyi olan şəxsi varsa, qulluq edirsə, artıq yeni qanunla distant qaydada, yəni evdən onlayn qaydada işləyə biləcək. Müdiriyyətlə müqavilə bağlayaq. Orada da belə deyək, işçinin istirahat günləri nəzərə alınacaq, bayram günləri nəzərə alınacaq, gündə neçə saat işləməli, adi işlər kimi hamısı nəzərə alınacaq, hörmətli izləyicilər. Bütün bu qanunverici dəyişik yox. Uşaqlarla da bağlı bir məlumat verim. Artıq bilirsiniz ki, müəyyən idarə təşkilatlarda belə bir şey vardır. Peşə məktəblərində oxuyanlar, sonra orta ixtisas məktəblərində oxuyanlar, ali təhsil məktəblərində oxuyanlar, məsələlərində oxuyanlar, yəni hörmətli izləyicilər, təcrübə keçməlidir. Artıq təcrübəni keçdiyi zaman da hörmətli izləyicilər, yəni müddətli müqavilə bağlanacaq həmin şəxslər tələbələrlə. Nəzərə alın. Sonunda qeyd edin ki, mənim 1700-dən artıq şortla birlikdə videolarım var, baxıb tanışa bilirsiniz, hörmətli izləyicilər. Və bu qanuna nə vaxt qüvvəyə minməsi barədə məlumatlar əldə etmək istəyirsinizsə, kanala abunə olun dediyim kimi. Abunə olun ki, mən dərhal bu barədə
məlumat verəcəm, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Mən özüm də əyrə arabasındayam. Bu sosial yardımla bağlı, müavinətlərlə bağlı nəsə olanda dərhal bu xəbərim olur. Nəzərəm, mütləq qeyd edəm. Və hörmətli izləyicilər, onu qeyd edin ki, mənim 10.000 abunəyə ehtiyacım var. Hal-hazırda 5.620-şam, 4.460. Zəhmət olmasa kömək edin. Ayın axırına qədər, dekabrın sonuna qədər biz bu 3.400 yığaq. Və bilirəm, bu video indi, belə deyək də, ən azı 400-500 nəfər adam baxacaq. Heç olmasa bunu abunə yığaq. Hörmətli izləyicilər, zəhmət olmasa dəstək olaq. Hörmətli izləyicilər, sosial yardımlar və hüquqi yardımla bağlı bir şərt xəbəri nəzərdə çatdırmaq istəyirəm. Əgər ki, mənim kanalıma 5 abunə dəvət edəsə, artıq müayən münasibətindən belə deyək də, 10 manat hüquqi məsləhəti yox və yaxud sosial yardımdan bağlı məsləhəti yox, 5 manat ala biləcək. Hörmətli izləyicilər. Və qeyd edin ki, gedirsiniz dost xidmətindən, məsəl üçün başqa yerlərə sizə ətraflı məlumat vermirlər ki, hansı halda nə etmək lazımdır ki, sosial yardım ala biləsiniz, müavinət ala biləsiniz demirlər. Amma mən sizə deyəcəm bütün sürülər. Əgər kim yararlanmaq istəyirsə buyursun. 5 abunə. Qeyd olunan WhatsApp nömrəsinə çəkin alsın ki, 5 abunə oldu yəni. Mən abunəyə dedim, ondan sonra sizə 5 manata yəni məsləhət verək. Əgər yox, imkan yoxdursa 10 manat ödəyək, məsləhət ala bilərsiniz onun telefon nömrəsinə. Bir də sizdən xahiş edirəm, video baxıb kimsə faydalanırsa, imkan daxilində kanala iyanə etsin. 1 manat, 5 manat, 10 manat kimin gücünə çatırsa, əgər faydalanırsınızsa, hörmətli izləyicilər. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın. Sağ olun.